أعوذ بالله من الشيطان الرجيم. الحمد لله رب العالمين بارئ الخلائق أجمعين بائس الأنبياء والمرسلين ثم الصلاة والسلام على خير خلقه محمد بن عبد الله وعلى آل بيته الطيبين الطاهرين المعصومين المنتجبين. قال الحكيم في كتابه الكريم بسم الله الرحمن الرحيم واتقوا الله ويعلمكم الله آمنا بالله sadaqallahul aliyyul azim. Aziz değerli müminler, güzel insanlar, Allah'ın velileri, Allah'ın dostları, Allah ibadet itaatlerinizi hamınızdan ve hamımızdan kabul eylesin. İnşallah bu niyetten ötürü Hz. Resulullah'ın pak mukaddes ruhuna bir salavat ihsan edek. Allahümme sallallahu Keçən cümə xütbəsində oruc və onun faydaları haqqında danışırdıq. Bir neçə məsələsinə işarə etdik. Onlardan birincisi təqva idi. Dedik ki, oruç tutana Allah 10 xüsusiyyət verər, 10 xüsusiyyətə çatar. Onun birincisi təqva idi. Oruç tutun ki, təqvalı olasınız. İkinci buydu əzizlərim, bir insan ki təqva həddinə yetişdi, təqva balaca məsələ deyil. Təqva Quran-ı Kərimdə ən önəmli mövzulardandır. Ən önəmli mövzudur ki, bütün ibadətlərin əvvəlində, sonunda təqva durur. Oruc insanı təqva həddinə çatdırır. Bir insan ki təqva, yəni ixlas, fürsəti dəyərləndirmək, əməlində ixlaslı olmaq, niyyəti saf olmaqlıq bu təqvanın nişanəsidir. Təqvalı olan şəxs Allah ona hikmət məqamını əta eləyər, həkim olar. Bir insanda ki hikmət məqamı olsa mərifət əhli olar. Mərifət əhli olan yəqin həddinə yetişər. Yəqin həddinə yetişən insan bütün çətinliklər onun üçün asan dolar. Bu, keçən cümə xütbəsindən idi. Yadımıza saldın ki, mətləb aydın olsun. Allah Quranda deyir, وَاتَّقُوا اللّٰهِ وَيُعَلِّمُكُمُ اللّٰهِ Əgər təqvalı olsanız, mən sizə öyrədərəm. Bəli, təqva elə bir həddə yetişir, insanı çatdırır ki, Allah insanın müəllimi olur. İn təttəqullah, Allah deyir, vəttəqullah, əgərləri təqvalı olsanız, pəhrizkar olsanız, və yuallimukumullah, sizin müəlliminiz mən olacağım. İbn Sirin haqqında eşitmişsiniz, bunu demişəm, yenə də söz gəldi, gərək deyəsən. İbn Sirin gözəl bir möminlərdən olub, bir zamanda yaşayıb. Sıravi bir möminlərdən olub. İşi bu olub, bazarda parçazar satarmış. Tarix belə vəsf eləyir. Elə bir həddə yetişib ki, gəlib məsumların cərgəsində yer alıb. Dəlil gətirəndə, yuxu yozma elmində, İmam-ı Cəfər Sadiqdən gətirəndə İbn Sirinin də nəzərləri var. Necə oldu bu? Bir günlərin bir günü bu bazarda işi ilə məşğul imiş. Padişahın qızı ona görür, girir bazara, ona aşık olur. Əmr edir ki, onu gətirin evə, sarayıma. Gətirirlər. Bu da elə bilir ki, parsa alacaq, götürür parçalarını gətirir. Danışmıram ki, mətləbi deyim ki, keçim söylə. Əl-mühüm gəlir, girir saraya, deyir, padişahın qızı məni çağırıb. Yəqin inşallah ticarətin bir gün yaxşı olacaq.
Və xəbər göndərir ki, xanım xəbər göndərir kənizləri ilə, qulları ilə, xidmətçiləri ilə ki, ona deyin ki, mən ona aşiq olmuşam. Mən onun bura çağırmaqda məqsədim ona aşiq olmuşam. Və özü də etiraf edir ona. İbn Sirin bundan imtina edir. Deyir, əgər imtina etsən, bu saraydan çıxa bilmərsən sən. Bu günah baş verməlidir. İbn Sirin icazə istəyir. Deyir, icazə ver, mən gedim bir dəstəmaz alım və yaxud bir dəstəmaz alım, 2 rükət namaz qılım, ondan sonra öz ibadətimi edeyim, ondan sonra inşallah. İbn Sirin girir təharətə. Təharətə girəndən sonra təharətdə nəcasəti götürür, sürtür bədəninə. İşim onda yox necə. Tarix belə deyir. Çıxır çölə, bunu görənlər hamısı bundan iyrənir. İkrah. Bunu çıxardın, qovurlar, döyürlər. Əlində nə vardı hamısını atırlar yerə. İbn Sirin sağ salamətin o saraydan çıxdı. Çıxandan sonra, çünki bu ayəni oxudum, əhvalat yadıma düşdü. Eşitməli də əhvalatdır və eşitmişsizdir. Deyir İbn Sirin, onun ki bu halına görə ki, özünü ki qorudu, zahiri ki özünü nəcis elədi, bu təmizlənəcək, bu paklanacaq, bunun da vaxta ehtiyacı var. Amma o günahdan ki, o bəladan ki özünü qorudu, hifz elədi, deyir, yatır, yuxuda Allah ona bir dənə elm əta eləyir. Həmən elmdən biri də yuxu yozma elmi. Yuxunu dəqiq yozarmış. Təfsirül Əhlam var, bir kitab var. Yuxu yozma kitabı, Təfsirül Əhlam deyirlər. Bir neçə abidlərin orada rəyi var. Biri də başda İmam-ı Cəfər Sadiqin rəyidir. Ondan sonra həmən bu gözəl insanlar, onlardan biri də İbn Sirin olub. O deyir, bundan sonra bu hal onda baş verib. Bu ayə belədir. Vattaqullah. Bunu misal çəkirəm. Əgər təqvalı olsanız, mən sizə öyrədərəm. Mən sizə öyrədərəm. Oruç da əzizlərim. Oruç tutanda insanın müəllimi Allah olur. İbadət sahibi ki, insan ibadəti yalnız Allaha görə edir, insan müvəffəq olur. Digər bir ayə-i şərifədə Rəbbimiz buyurur, təqvalı olanda Allahın məhəbbətini cəlb edər insan. Ayə belədir, فَاِنَّ اللّٰهَ يُحِبُّ الْمُتَّقِينَ Allah təqvalıları sevir. Təqvalıları sevir. Təqva səbəb olur, insan Allahın məhəbbətini əldə etsin. Təqva səbəb olar bir insanı ki, Allah sevsə, təqvalı da Allah onu sevir. Yuhbibkumullah, sizi mən sevirəm. Və yəğfir ləkum zunubəkum, sizin bütün günahlarınızı bağışlayıram. Təqva həddinə ki, insan yetişdi, pəhriskar ki oldu, özünü qorudu. Allah deyir, mən sizi sevirəm və sizin bütün günahlarınızı nə edərəm? Bağışlayaram. Təqva həddindən biri də budur ki, insan Peyğəmbər və ali Peyğəmbərin yanında yer alır. İnsan təqva həddinə çatanda, bu orucun faydalarıdır ya. İnsan təqva həddinə yetişəndə, əzizlərim, Muhammed və ali Muhammedin yanında yer alacaq. Salavat deyin. Bəli, ayə belədir. İn təttəqullah, ittəqullah və kunu məəs-sadiqin. Təqvalı olun ki, sadiqlərin yanında yer alasınız. Tövbə surəsində də 119-cu ayədə. Təqvalı olun ki, sadiqlərin yanında yer alasınız. Bütün müfəssirlər, əksəriyyəti, hamısı deyir, sadiqlərdə məqsəd Peyğəmbər onun pak əhli beytidir. İmam-ı Zaman əleyhissalamın yanında olmaq istəyirsənsə, olmaq istəyirəmsə, gərək təqva sahiblərindən olun. Bu kitab da təqvalıların kitabidir. Ona görə oruc da məqsəd, əzizlərim. Rivayət-i şərifdə İmam-ı Cəfər Sadiq əleyhissalam buyurur ki,
İza sumta, əgər oruç tutmusansa, fəliyəsum səməək, sənin qulağın oruc olsun. Və bəsəruka, sənin gözlərin oruc olsun. Və bəşəruka, sənin dərin oruc olsun, bədən üzvün dərisi oruc olmalıdır. Və cilduka, nazik dərilərin uzun oruc olmalıdır, saçların oruc olmalıdır. İnnə siyam leysə minət taam və şərab. Oruc o deməkdir ki, yemək, içməkdən imtina eləyəsən. Bu onun zahiri hissəsidir, batini hissə var. Usulül Kafidə rivayətimiz var. Deyir, Peyğəmbər əleyhissalam bir gün keçirdi, gördü bir xanım evdə, yəni həyətində başqa bir xanımın qeybətini eləyir. Yəni onun haqqında sözünə alayıq söz deyir, bəkdən. Peyğəmbər onu eşitdi. Xəbər göndərdi, o xanımı gətizdirdi evinə. Xanımları vasitəsilə xəbər göndərdi, o xanım gəldi, o cariyə gəldi. Gələndən sonra Peyğəmbər əleyhissalam onun qarşısında yemək qoydu. Dedi, su gətirin, yemək gətirin. Allah verəndə nə vardı, gətirdilər. Həmən şəxs xanım qayıtdı, dedi, ya Resulallah, inni saimə, mən orucam. Peyğəmbər əleyhissalam buyurdu, oruc o deməkdir, yemək içməkdən. Sən ki, başqasının qeybətini etdin, bu qeybət səbəb olar mənəvi cəhətdən sənin orucun. Ola bilər şəri nöqtəyi nəzərdən orucun düzdür, amma əxlaqi nöqtəyi nəzərdən, mənəviyyat nöqtəyi nəzərdən sənin orucun batıl olacaq. Ona görə Qur'an-ı Kərimdə ayəyə baxın, Allah Məryəm surəsində nə deyir? Qalət inni nəzərtü lirrəhmanü savman. Həzrəti Məryəmin dilindən Allah deyir, Məryəm surəsi 26-cı ayəsində. Mən Rəhman üçün, Allah üçün sükut orucu boyun almışam. Sükut nədir? Yəni danışmamalıyam. Yəni oruç tutan o həddə olmalıdır, sual verdikdə cavab verir. Demir danışma, aydın ol. Demir zarafat eləmə, nəuzubillah. Amma hər bir şey qədərində və həddində olanda o daha gözəl olur, o daha əla olur. Hazreti xanım Fatimə-tü Zəhra salamullah aleyha mübarək bir hədisdə gör nə deyir? Fərrəzəllahu siyam, Allah orucu ona görə vacib eyləyib ki, təsbitən li ixlas, Allah bəndələrin xalisliyini görmək istəyir. Təqva da, xalislik də təqvadan yaranır. İnsan təqvalı olanda əməlləri nə olacaq? İxlaslı olacaq. İxlas yalnız və yalnız Allaha görə mənim əzizlərim. Dedik ki, Allah oruç tutana 10 xüsusiyyət əta eləyib, mən xülasələşdirirəm. Onlardan biri də Allah təqva həddinə yetişəcək, hikmət əhlinə yetişəcək və sadiqlərdən olacaq. Bunlar hikmətin qismləri idi. Üçüncü budur. Yubaidu şeytan, şeytan ondan uzaq olacaq. Daxildə olan şeytan ondan uzaq olacaq. Həzrəti İmam-ı Cəfər Sadiq əleyhissalam səhabələri ilə söhbət edərkən buyurdu, ən Rasulullah, Peyğəmbərdən sizə bir rivayət deyirəm, yəni hədis deyirəm, kəlam deyirəm. Əla əxbirukum bi şeyin in antum fətələmuhu tubaidu şeytan. Sizə bir yol öyrədim mi, o yol səbəb olsun ki, şeytan sizdən uzaq olsun. Şeytan sizdən uzaq olsun. Məşriqlə məqrib qədər, o nə qədər arasında məsafə var, o əməl səbəb olacaq, şeytan sizdən bu məsafədə uzaq olacaq. İstəyir daxildəki olan şeytan, istəyir zahirdəki olan şeytan. Dedilər, bəli. Qalu bəla ya Resulallah, dedilər, bəli ya Allahın Peyğəmbəri. Buyurdu, aleykum bi kəsrəti siyam, çoxlu oruç tutun. Fə innə yəsvəddə vəchu şeytan, oruç şeytanın üzünü qaraldar. Oruç tutmaqlıq şeytanın üzünü qaraldar. Üzünü qaraldacaq. Ona görə rivayətə baxın, gör nə gözəl rivayətdir. Həzrəti Peyğəmbər əleyhissalam buyurur ki, Allah oruç tutana 7 dənə böyük məqam əta eləyəcək.
O xüsusiyyətləridir. Hər xüsusiyyətin özündə də izahlar var. Şeytandan uzaq olacaq insan. Allah deyir ki, oruç ki tutdun, ona 7 dənə böyük caizə verərəm, hədiyyə verərəm, mükafat verərəm. Vacib eləmişəm özümə və onun özünə də. Birinci budur ki, yezubul haram minəl cəsəd. Allah deyir ki, oruç ki tutdu və tutub, oruç səbəb olar onun bədənində haram bir şey varsa. Haram ola bilər maddi olsun, ola bilər mənəvi olsun. Məsələn, insan bir qeybət eləyib, ona təsir eləyib. Qeybət eləyib, o qeybətin təsiri hopub onun ruhuna. Oruç tutacaq inşallah və bağışlanmaq diləyəcək. Allah o orucun vasitəsindən, xatirinə ondan o mənəvi qeybət ki eləyib, ondan uzaq eləyəcək. O əsərləri, o mənfi avranı ondan uzaq eləyəcək. Yezubul haram minəl cəsədi. Haram onun bədənində əriyib gedəcək, məhv olacaq. Nə də ki, gün çıxanda buz əriyir, qar əriyir, aradan gedir. Oruc da səbəb olar ki, insanın bədəndə olan haramlar, haram əriyib getsin, uzaq olacaq ondan. Bu birinci məna. İkinci, yuqarribu min rəhmətillah. Allahın rəhmətinə yaxın olacaq. Yuqarrib min rəhmətillah. Allahın rəhmətinə yaxın olacaq. Üçüncü, yekunu mukeffirən lil xətaya abaihi. Onun tutduğu oruca xatır Allah onun atasının, anasının, baba və nənəsinin günahlarını bağışlayacaq. Yəni təsir qoyacaq. Ona görə biz böyüklərdən həmişə eşitmişdik, uşaq oruç tutanda dəyməyin. Bu nə qədər bacarır, o qədər tutsun. O uşağın tutduğu oruç səbəb olur ki, ata-ananın bağışlanmağına. Rivayətdə də gəlir. Yekunu mukeffirən lil xətaya abai. Onun oruç ki tutub, ibadət ki eləyib, Allahın əmrinə təslim olub, bunlar səbəb olar ki, onun ata-anasının günahlarını Allah neyləsin? Bağışlasın. Dördüncü budur. Yuhabbin aleyhi sekaratul mevt. Allah oruç tutanın can verən halını rahat eləyəcək. Can vermək çətin bir məsələdir, asad bir məsələ deyil. İhzar halında biz görmüşük və siz də bunu görmüşsünüz, şahid olmuşsunuz. Çox çətin bir məsələdir. Onu heç kim hiss eləyə bilməz. Yuhavvin aleyhi sekaratul mevt. Allah deyir, ölümü onun üçün asan eləyərəm. Asan eləyərəm. Beşinci budur. Aminə min cu'i vəl ateşi yevmil qiyamə. Qiyamət gününün susuzluğundan, azlığından onu amanda saxlayaram. O ki ac qalır, susuz qalır. Allah deyir ki, qiyamət günü bunu onunla əvəz eləyərəm ki, insanlar susuz qalanda, ac qalanda, Allah deyir ki, mən onu su ilə, taamlarla sirab edəcəyəm. Altıncı budur. Yu'tiyallahu beraəti minən nar. Cəhənnəm ateşindən amanda bəraət qazanacaq. Cəhənnəmi ona Allah haram edəcək. Ona görə rivayətlərimizdə var ki, elə ki Ramazan ayı daxil oldu, əmr olunlar ki, Allah Teala tərəfindən cənnətin qapıları açılsın, cəhənnəmin qapıları nə olsun? Bağlan olsun. İndi bəzi insan var, bağlı qapını özü-özünə açır. Burada Allah neyləsin? Mələklər neyləsin? Peyğəmbər neyləsin? Bu 6. 7-ci budur. Yut'imuhu min tiyabil cənnə. Allah onu cənnət neymətləri ilə yedizdirəcək. Yəni ona məqam əta eləyəcək. Həmən xüsusiyyətlərdən biri də budur. Hədislərdə gəlib. Deyir ki, cəzaul kəbir. Allah ona böyük mükafat əta eləyəcək. Necə ki, hədisi qudsidə Rəbbimiz özü deyir, Kullə əməl ibn Adəm ləhu qeyri siyam. Bütün əməllər oruçsuz. Əməllər bəndənin özünə qayıdır. Namazıdır, zəkatıdır, həccidir.
Düzdür, orucun bir hissəsi bəndənin özünə qalır. Amma yeganə orucdur ki, Allah deyir, orucluq mənə məxsusdur. Əs-somulli. Orucun savabını mən götürürəm. Və ənə uczi aley. Oruç tutanı mən mükafatlandıraram. Bunu namazda deməyib, bunu həcdə deməyib, bunu zəkatda deməyib. Deyir, bütün əməllər bəndə üçündür. Yeganə orucu özünə məxsus eləyib Allah. Oruç tutmaqlığı özünə məxsus eləyib. Siyam, yəni onun savabı. Və huvəlli, orucluq mənə məxsusdur. Və ənə uczi aley. Oruç tutanı mən mükafatlandıraram. Ona görə rivayətlərdə varid olunub ki, Allah orucu vacib eləyib. Onun bir məsələsi də budur ki, Fərrəzəllahu siyaməh İmam Həsən Əskəridəndir və İmam Cəfər Sadiq ağadandır rivayət-i şəriflər. Deyir, Allah orucu ona görə vacib eləyib ki, liyəcidəl qəniyyi məzəcilcu fəyəhənnə aləl fəqir. Varlılar da oruç tutsunlar, fəqirlərin, çörəyi olmayanların, ruzu cəhətdən əziyyət çəkənlərin qədrini bilsinlər ki, ac qalmaqlıq necə də əziyyətdir. Necə də əziyyətdir. Bir hikməti də budur. Eşq olsun o insanların halına ki, bunu nə edirlər? Dəyərləndirirlər, zehinlərindən təfəkkür edirlər. Bəli, orucun hikmətlərindən biri də budur ki, fəlsəfəsindən biri də budur ki, Allah Teala bu ayda varlı ilə kasıbı eyni görmək istəyir. Varlıya deyir ki, düşün, imkanlıya deyir, düşün. Gör ginən ki, ac qalmaqlıq nə deməkdir? Xoş o insanların halına ki, bu cür orucu düşünərlər. Onda oruc qəbul olunmuşlardandır. Yox, əgər mən yenə oruç tuturamsa, yenə fəqir, kasıb, küsub, yəni düşünmürəmsə, o orucun əhəmiyyəti yoxdur. Oruc yalnız şəri orucdur, tutdur. İnşallah ki, qalıb Allaha da. Liyəstəviyyəl bilhil qəniyyə vəl-fəqir. Allah varlı ilə fəqiri eyni görmək istəyir. Necə ki, həcdə bərabər görmək istəyir hamısını, orucda da bu cürdür. O xüsusiyyətlərdən biri də Peyğəmbərimiz buyurur, sumu təssuhu, oruç tutun ki, sağlam olasınız. Bu orucun xüsusiyyətlərindəndir, əzizlərim. Sumu təssuhu, oruç tutun ki, sağlam olasınız. Digər əməllərdən biri də budur ki, rivayətdə varid olunub ki, Allah innəl cənnətə babən yuddəarriyyən la yədxulu minhu illa saimun. Cənnətdə bir qapı var, cənnətdə bir qapı var. O qapıdan yalnız oruç tutanlar daxil olar. O xüsusi bir qapıdır. Ona deyirlər rəyyan. Ne üçün rəyyan deyilir? İnsan ki susuz olur, aclığı hiss eləyir, susuzluğu. Allah deyir, sənin bu çəkdiyin çətinliyə görə nə eləyərəm? Səni rəyyan qapısından keçirdirərəm. Ora yalnız oruç tutanların yeridir. Allah'ın verə göz izzəti cəlalinə bu bir neçə xüsusiyyətlər ki saydım. Allah hamımızı bu işlərdə müvəffəq və mənsur eləsin. O xüsusiyyətlərdən birincisi təqva idi, əzizlərim. İkincisi hikmətdir. Üçüncüsü o əməl səbəb olur ki, şeytandan uzaq olur. Dördüncüsü budur ki, insan Allah Teala tərəfindən caizə hədiyyələr əldə eləyir. Beşincisi budur ki, varlılıqla kasıb, varlı ilə kasıb bu orucun varlılar xüsusən dərk etməlidirlər. Altıncısı buydu ki, insan oruç tutur, sağlam olur. Yedincisi buydu ki, insan Allah Teala tərəfindən böyük mükafat əldə edir ki, orucluq mənə məxsusdur, mən mükafatlandıraram. Səkkizinci budur ki, insan Allahın qonağı olur. Bəzilərini demişdi deyə təkrar eləmədik. Allahın qonağındadır, Allah qonağındadır. Allah deyir, sənin yuxuvu ibadət sayaram, sənin təsbihi zikr sayaram, əməllərimi qəbul edərəm, bütün dualarımı qəbul edərəm. Doqquzuncu bu deyil, la yədxulü cənnə min babil xassa. Cənnətdə bir qapı var, orada yalnız oruç tutanlar daxil olar. Onuncu buydu əzizlərim ki, oruç tutan üçün iki dənə sevinç halı var. Bir iftar halıdır, bir də Allaha
qovuşan hal. Allah'ın verə göz izzəti cəlalına Allah hamımızı müvəffəq və mənsur eləsin inşallah. Bizi bu gözəl ayı dərk edənlərdən qərar versin inşallah. Allah'ın verə Muhammed və Ali Muhammedin həqqaniyyətinə kimin nə çətinliyi var, bu bərəkətli günlərə xatir, bu əzəmətli günlərə xatir Allah çətinliklərin asan eləsin. Allah'ın verə Muhammed və Ali Muhammedin ehtiramına Allah imam-ı zamanımızı səlamət və zuhurun təcil eyləsin. Allah'ın verə göz izzəti cəlalını Allah sizləri bizləri bu məsciddən əli boş yola salmasın inşallah. Allah'ın verə göz izzəti cəlalına dini İslam'a, dəyərlərə, gözəlliyə, haqqa, ədalətiyə xidmət edənləri sizlərlə baxam Allah hifzi məhfuz eləsin inşallah. Allah'ın verə böylüyü xatirinə pərverdiyarə bu ayda ki dualar qəbuldur vədə vermirsən. Günahlarımız üstündən qələmi əfvivi çəkinən, ata-anamızı əff eyləginən, valideynlərimizə rəhm eyləginən, xəstələrə şəfayı acillər əta eyləginən, dünyadan köçüb gedən valideynlərimizi, əzizlərimizi qəriq o rəhmət eyləginən, vətən şəhidlərimizin ruhlarını şad eyləginən, qazi qardaşlarımıza şəfayı acil, şifayı acillər əta eyləginən, əskər balalarımızı, qardaşlarımızı, əzizlərimizi hifz eyləginən, əsirlikdə olanlarımızı azad eyləginən, kimin nə çətinliyi var, maddi və mənəvi, məsciddən çıxana qədər hacətlərin rəva eyləginən, balalarımızı, gənclərimizi, əzizlərimizi elm, təhsil, əxlaq, mənəviyyat yolunda müvəffəq eyləginən, İlahi bu neymət ki bizə əta eləmirsən, bizi məscid əhlindən qərar vermirsən, namaz qılmaqlıq, ibadət eləməklik, oruç tutmaqlıq, bu sənin bizə verdiyin ən böyük mükafatdır. Pərverdiyara, bu mükafatı dəyərləndirən bəndələrindən qərar verginən. Allah'ın Peyğəmbər və Ali Peyğəmbər yanında bu cəmi bizləri xəcalətli etməginən. Allah səni and verirəm öz izzəti cəlalı və orucun faydalarından xülasə şəklində bəzi məsələlərə işarə elədi. Dediklərimizi haqqımızda qəbulü müstəcab eyləginən. Allah-u Muhammed və Ali Muhammedə xatir böyüklərimizi, axsaqqallarımızı, əzizlərimizi, yol göstərən əzizlərimizi hamılarını səlamət eyləginən. Qarşıda İmam Həsən əleyhissalamın viladəti gəlir və həmsinin əhya gecələri gəlir. Pərverdiyarı o əhya gecəsidir, qədr gecəsidir, 1000 gecədən üstündür. O elə bir gecədir ki orada bütün mələikələr yer üzərinə nazil olur. O elə bir gecədir ki orada Qur'anın nazil olunan gecəsidir. O elə bir gecədir ki orada bütün günahları Allah bağışlayır. O elə bir gecədir ki Pərverdigar aləm heç gecələr qədr gecəsinə çatmaq, əhya saxlamaq, qədrə gəlməyi, ibadət eyləməyin bizlərə nəsib eyləginən. Allah-u Muhammed və Ali Muhammedin ehtiramı xatirinə Qədr gecəsi bütün 1000 gecədən fəzilətlidir. İmam-ı Cəfər Sadiq əleyhissalam da buyurur, mənim anam Qədr misalıdır. Hər kim Qədr gecəsini dərk eləsə, mənim anamı, Fatiməni dərk eləyər. İlahi bizləri xanım Zəhranı sevib və bu dünyadan gedən dostlarından ayrı salmaginan. Allah-u Muhammed və Ali Muhammedin ehtiramı xatirinə bu cəmin, bu qardaşlarımızın, böyüklərimizin, axsaqqallarımızın, ana bacılarımızın nə hacəti varsa Allah hacətlərini qəbul eyləginən, sevdiklərini, əzizlərini səlamət eyləginən, Ağa İmam-ı zamanımızı səlamət və zuhurun təcil eyləginən, bütün dualarımızın qəbul olmasına, biri-birimizin səlamətliyimizə, tövbə ayıdır, istiğfar ayıdır, münacat ayıdır, zikr ayıdır, dəqiqələri ibadətdir, saniyələri ibadətdir. Bu ayda elə biraz mürgülənirsən, yatırsan Allah ona ibadət qərar verir. Elm oxuyursan ibadətdir, gözəl danışırsan ibadətdir, ailən üçün zəhmət çəkirsən ibadətdir. 1'ə 10'dur da 1'ə 10'dur, daha da çox, 1'ə 70 daha da çox. Pərverdiyara haqqımızda qəbul müstəcab eyləginən. Allah'ım bu məscidin əvvəlindən indiyə qədər hər kim hərlə o ilə zəhmət çəkib, maddi və mənəvi böylüyü ilə, kiçinliyi ilə vilayətində sabit qədəm eyləginən. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Bin nəbiyyi və alih, rahimallahu mən adəl Fatihə. Muhammed və